Hörmətli müəllimlər, bugünkü dərsimizdə taksonomiyanın psixomotor sahəsi haqqında danışacağıq. Psixomotor sahə fiziki bacarıqlarla, yəni hərəkətlə əlaqəlidir. 5 mərhələsi var: imitasiya, manipulyasiya, dəqiqlik, artikulyasiya və təbiiləşmə. Baxaq görək bu mərhələlərin xüsusiyyətləri nələrdir. Birinci baxırıq imitasiya. Bu mərhələdə şagird bir hərəkəti müşahidə edir və müşahidə edərək təqlid edir. Yəni, burada şəkildə də baxsanız, müəllim hərəkəti icra edir və şagirdlər də müəllimi müşahidə edərək eyni hərəkəti təqlid edirlər. Yəni, müşahidə edərək təqlid etmək oldu hansı mərhələ? İmitasiya. Manipulyasiya. Manipulyasiya mərhələsində isə birbaşa müşahidə olunmur. Burada yazılı və şifahi təlimatdan istifadə edərək icra edir. Yəni, ya yazıdan oxuyur, ya audio dinləyə bilər. Yəni, şifahi təlimatdan hərəkəti icra edir. Yəni, imitasiyadakı kimi artıq müşahidə yoxdur manipulyasiyada. Dəqiqlik mərhələsində isə nə imitasiyadakı kimi müşahidə olmadan, nə manipulyasiyadakı kimi şifahi və yazılı təlimat olmadan, heç bir müdaxilə olmadan müstəqil şəkildə özü icra edir. Və burada icra edir və artıq hərəkətləri səhvləri artıq minimuma endirir. Dəqiqlik mərhələsində müstəqil şəkildə o qədər icra edir ki, səhvlər minimuma enmiş olur. Artikulyasiyada isə artıq müvafiq ardıcıllıq, dəqiqlik və sürətlə yerinə yetirməyi tələb olunur bu artikulyasiya mərhələsində. Yəni, artıq şagird bacarıq və məhsulu yeni vəziyyətlərə uyğunlaşdıraraq dəyişdirə bilir. Yəni, artıq dəqiqlik mərhələsində o qədər özünü yoxladı ki, artıq səhvlərini minimuma endirdi ki, artikulyasiyada artıq iki hərəkəti birdən eləyə bilir. Artıq eyni vaxtda, eyni zamanda iki hərəkəti eyni anda icra eləyə bilir. Təbiiləşmə mərhələsində isə artıq o qədər o hərəkəti edir ki, artıq təbiiləşmə mərhələsində bu avtomatikləşir. Yəni, heç bir fiziki, zehni gərginliyi olmadan, yəni lor dildə desə göz yumulu icra eləyir. O qədər bu təbii hal alıb ki, yəni artıq göz yumulu şəkildə icra eləyir. Məsələn, deyək ki, futbol oynamağı yeni öyrənən şagird birinci baxır, müəllimə müşahidə edir, necə topu alır, necə ötürmək lazımdır. Manipulyasiyada artıq müşahidə etmir, yazılı və şifahi təlimatlardan, yəni müəllim də qıraqdan deyə bilər ki, filan elə, onu belə elə, bunu belə elə. Yəni, şifahi təlimatlarla, yazılı və şifahi təlimatlarla icra edir. Dəqiqlik mərhələsində artıq nə imitasiyadakı kimi müşahidə yoxdur, nə manipulyasiyadakı kimi təlimat yoxdur. Dəqiqlikdə özü müstəqil icra eləyir. Artıq topu bir dəfə vurur, 2 dəfə vurur, məşq eləyir, 3 dəfə vurur. Artıq dəqiqlik mərhələsindən sonra artikulyasiyada artıq topu müxtəlif formalarda da, əvvəl məsələn başqa formada atırsa, indi dəyişə bilir, artıq bir neçə formada ata bilir. Artikulyasiyada artıq yeni dəyişimlər də eləyə bilir, məhsulu artıq yeni vəziyyətlərə uyğunlaşdıra da bilir. Təbiiləşmədə isə artıq professional vəziyyətdə gözü yumulu şəkildə icra edir. Artıq hərəkət avtomatlaşmış olur. Belə hörmətli müəllimlər, çox qısa və asan mövzudur bu psixomotor sahə haqqında. Bu qədər. Sağ olun, zəhmət olmasa bəyəndim düyməsini vurun ki, daha çox kanala izlənilsin və abunə olanların sayı artsın. Sağ olun.